Salamlayıram sizi, əziz bacılarım, əziz qardaşlarım. Xoş gəlmisiniz hər biriniz Allahın sözünü dinləməyə, Allahın kəlamını dinləməyə. Dünən bütün dünyada 8 Mart Qadınlar Günü idi və hamı qadınları, qızları təbrik edirdi. Mən də təbrik etdim və elə mənim bugünkü vaazım da müqəddəs kitabda olan 5 ağıllı, 5 ağılsız qız haqqındadır və İsa Məsih burada Matta müjdəsi 25-ci fəsildə bir məsəl çəkir. 10 qız məsəli, onlardan 5-i ağıllı, 5-i ağılsız və bəy-gəlin məsəli. Və təbii ki, mən bugün qadınlar, bəy-gəlin haqqında danışmayacağam. Sadəcə bunu bir məsəl kimi İsa Məsih bizə çəkir ki, və biz bugün baxacağıq ki, İsa Məsih bu məsəl vasitəsilə bizə nə demək istəyir. Ona görə istəyərdim Matta müjdəsi 25-ci fəsil 1-dən 12-ci ayəyə qədər biz bir yerdə oxuyaq. Matta müjdəsi 25, 1-dən 12-ci ayəyə qədər. 22-ci ayədə. 25, 1-dən 12-yə qədər. O zaman səmavi padşahlıq çıraqlarını götürüb bəyin qarşısına çıxan 10 qıza bənzəyəcək. Onlardan 5-i ağıllı, 5-i isə ağılsız idi. Ağılsızlar özləri ilə çıraqlarını götürmüşdü, amma yağ götürməmişdi. Ağıllılarsa çıraqları ilə birgə qablarda yağ da götürmüşdü. Lakin bəy gecikdiyindən hamısını yuxu bastı və onlar yatdı. Amma gecə yarısı bir qışqırıq qopdu. Budur, bəy gəlir, onu qarşılamağa çıxın. O zaman o qızların hamısı durub öz çıraqlarını düzəltdilər. Ağılsızlar ağıllılara dedi, yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür. Ağıllılarsa cavab verib dedilər, belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız. Onlar yağ satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapı bağlandı. O biri qızlar da sonradan gəlib, ağa, qapını bizə aç dedilər. O isə cavab verib dedi, sizə doğrusunu deyirəm, sizi tanımıram. Amin. Bu məsəli İsa Məsih Yahudilərə deyəndə, söyləyəndə, onlar bu məsəli çox yaxşı başa düşürdülər. Çünki onlarda belə bir adət var idi ki, toy ümumiyyətlə İsraildə çox möhtəşəm bir mərasim idi. Hətta bir həftə ilə gedirdi. Bir həftə müddətində toy olurdu və bəy və gəlin bu toya yaxşı hazırlaşırdılar və hətta gəlinin rəfiqələri, dostları, adətən 10 nəfər dostları bu toya yaxşı hazırlaşırdılar və onlar hər zaman hazır olmalı idi. Çünki bəy qəflətən gələ bilərdi, gəlini və onun rəfiqələri ilə bir yerdə toy məclisinə gedə bilərdi. Hətta bəzən onlar qəflətən gecə gəlirdilər və kimin çırağı yox idisə, kimin yandırmağa yağı yox idisə, bəyin qarşısına çıxa bilmirdi. Çünki işıqlar yox idi o dövrdə və sən çırağını yandırıb bəyi qarşılamağa çıxa bilərdin. Və ona görə də o gəlinin rəfiqələri 10 qız, xüsusən 10 qız buna həmişə hazır olurdular ki, bəy hər an gələ bilər. Və bu məsələdə də İsa Məsihin əsas məqsədi nə idi? İsa Məsihin əsas məqsədi bizi onun ikinci gəlişinə hazırlamaq idi. Biz bilirik ki, İsa Məsih yer üzünə təkrar gələcək. Və 10 qız kimi həmişə yağımız əlimizdə hazır olmalıyıq. Bunu Rəbb istəyir. Bir teoloq var, Matthew Henry. Onun İsa Məsihin gəlişi haqqında gözəl bir fikri var. Məsihin ikinci gəlişi doktrinamızın bütün istiqamətlərinin birləşdiyi və bütün imanlı həyatımızın ətrafında fırlandığı mərkəzdir.
Məsihin ikinci gəlişi doktrinamızın bütün istiqamətlərinin birləşdiyi və bütün imanlı həyatımızın ətrafında fırlandığı mərkəzdir. Yəni Məsihin ikinci gəlişi iman həyatımızın mərkəzindədir. Bütün imanlılar Məsihin ikinci gəlişini gözləyirlər. Bu mərkəzdir. Ümumiyyətlə, əziz bacılarım, qardaşlarım, burada İsa Məsih bəygəlindən misal çəkir. Bu misal tək burada deyil. Biz müqəddəs kitabın başqa yerlərinə də baxsaq, görərik ki, Allah bizləri və bizimlə olan münasibəti bəygəlin münasibətinə bənzədir. Huşa Peyğəmbərin kitabından 2-ci fəsil 19-cu ayədən bu ayəni oxuyuram. Orada belə yazılıb. Səni əbədi olaraq özümə nişanlayacağam. Salihlik, ədalət, məhəbbət və mərhəmətlə səni özümə nişanlayacağam. Bunu Allah deyir. Və kitabı 19-cu fəsildə yazılıb. Gəlin sevinib şad olaq. Onu izzətləndirək. Çünki quzunun toyu başlayır. Gəlin özünü hazırlayıb. Onda mələk mənə dedi. Yaz, quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardır. Amma burada İsa deyir ki, bu qızlardan 5-i ağıllı, 5-i isə ağılsız idi. Ağıllılar əlavə yağ da götürmüşdülər. Amma ağılsızlar əlavə yağ götürməmişdilər. Və bu nə deməkdir? Gəlin baxaq ağıla, ağıllı o qızlara, ağıllı insana ümumiyyətlə. Ağıl insanda çox gözəl şeydir. Ağıllı olmaq, varlı olmaqdan, uğurlu olmaqdan, yaraşıqlı olmaqdan üstündür. Çünki ağıl hər bir insanda çox vacibdir. Və Allah da istəyir ki, biz hər birimiz ağıllı olaq. Bilirsiniz, müqəddəs kitabda çox gözəl ayələr var. Yusif Firona Misir haqqında məsləhət verəndə ona belə dedi. Firon ağıllı və müdrik adam axtarsın, onu Misir ölkəsinə başçı təyin etsin. Süleymanın məsəllərində yazılıb 15-ci fəsildə. Ağıllı insan aşağıdan, ölülər diyarından ayrılmaq üçün həyat yolunu tutub yuxarı gedər. Və Matta müjdəsində İsa Məsih başqa bir misalda belə deyir. Beləliklə sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. Ağıllı insan hər şeyi götür-qoy edir. Ağıllı insan hər şeyi planlaşdırır. Ağıllı insan hər bir addımına diqqət edir. Ağıllı insan özünü düzgün idarə edir. Ağıllı insan hər sözünü düşünərək danışır. Ağıllı insan öyrənir, araşdırır və sonra danışır. Bilirsiniz, dünən bir insanla danışıram. O mənə deyir ki, İsa Məsih çarmıxa çəkilməyib, Allah onun üzünü dəyişdirib, başqa bir insanın üzünə verib, qoyub və o insan çarmıxa çəkilib. Ümumiyyətlə, bizim ölkəmizdə bu fikrə inananlar çoxdular. Və mən o insana dedim ki, əziz qardaşım, gəl, öz ağlımızla düşünək. Dedim ki, İsa Məsih çarmıxa çəkildi, öldü və dirildi. Buna bütün imanlılar inandılar. Birinci əsrdəki bütün imanlılar buna inandılar. İkinci əsrdəki imanlılar da inandılar. 3, 4, 5, 6 əsr, 600 il bütün insanlar buna inandılar ki, İsa Məsih ölüb dirilib. Və 600-cü ildə kimsə ortaya çıxıb dedi ki, İsa Məsih çarmıxa çəkilməyib,
ölməyib, dirilməyib. Sən 600 illik bir həqiqətə necə yalan deyə bilərsən? Və bunu nəyə əsaslandıra bilərsən? Bunu hardan götürə bilərsən? Bunu sənə kim deyib? Dedim, bax, əziz qardaşım, sənin 40 yaşın var. Sənin adın da budur. Mən sənə desəm ki, sənin yaşadığın yer bu yer deyil, sənin adın bu yer deyil, bu qohumlar sənin qohumların deyil, buna inanarsan. O mənə heç bir cavab vermədi. Yenə də öz fikrində qaldı. Bilirsiniz niyə? Çünki insanda ağıl yaxşı şeydir. İnsan araşdıra, insan oxuya, insan öyrənə, insan tarixə baxa. Bugün bir çox insanlar İsa Məsih haqqında eşidirlər. Amma ağıllı insanlar araşdırırlar. Ağıllı insanlar öyrənirlər, oxuyurlar. Və ağıllı insanlar Rəbbin sözlərini icra etməyə çalışırlar. Ona görə Rəbb istəyir ki, biz ağıllı olaq və onun sözləri, onun kəlamları ilə yaşayaq. Bu dünyanın istəyi ilə yaşamayaq. İblisin istəyi ilə yaşamayaq. Öz istəklərimizlə yaşamayaq. Allahın istəyi ilə yaşayaq. Danielin kitabı 12-ci fəsildə belə bir ayə var. Deyir, çoxları paklanıb, ləkəsiz və təmiz olacaq. Pis adamlardan heç biri bu sözləri başa düşməyəcək. Ağıllı adamlar isə başa düşəcəklər. Allahın yazılarını, müqəddəs kəlamı, Rəbbin sözlərini ağıllı insanlar başa düşəcəklər. Necə ki, bu məsəldə ağıllı qızlar özləri ilə yağ götürmüşdülər. Və sonra deyilir ki, ağılsızlar isə çıraqlarını götürmüşdü. Çıraqları yanırdı. Amma əlavə olaraq ehtiyat üçün yağ götürməmişdilər. Fikir verin, əlavə yağ nə üçündür? Gələcək müddət üçün. Növbəti vaxt üçün. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, çox vaxt baxırsan ki, imanlıların çoxu heç birinin Rəbb üçün gələcək planları yoxdur. Heç bir məqsədləri, arzuları, istəkləri yoxdur. Sadəcə gəlsinlər, toplantıda otursunlar və getsinlər. Və həyat bundan ibarətdir? Yox. Bu insanların çıraqları müvəqqəti yanır. Bu insanlar müvəqqəti imanlı adlanırlar. Amma bir müddətdən sonra sönəcəklər. O qədər elə insanlar görmüşəm ki, gəliblər, Rəbblə yaşayıblar. Rəbblə yaxşı xidmətə başlayıblar və sonra sönüblər, dayanıblar və gediblər. Bugün də belə imanlılar var. Onların çıraqları yanır. Amma əlavə edəcək yağları yoxdur. Yəni Rəbdə dərinə getmək istəmirlər. Rəbdə böyümək istəmirlər. Rəbdə böyü. Dərinə get. Özünü və imanını inkişaf elətdir. Və ağıllı ol. Və sonra məsəldə deyilir ki, ağıllılarsa çıraqları ilə birgə qablarda yağ da götürmüşdülər. Ağıllı, imanlı gələcək üçün düşünür. Gələcək üçün sərmayə qoyur. Təbii ki, burada söhbət yaşamaqdan, yeməkdən, paltardan getmir. İsa Məsih bu barədə deyir ki, sabahı düşünmə. Nə yeyəcəksən, nə içəcəksən, bunu düşünmə. Burada söhbət bundan getmir. Rəbbin işləri üçün Məsihi gələcək dövrə apar. İmanını başqalarına ötür. Başqalarının böyüməsinə kömək et.
Rəbb üçün gələcəkdə də nələrsə et. Bu gün et. Bilirsiniz, mən vəzimi hazırlayanda kommentlərə baxıram, teoloqların fikirlərinə baxıram. Bir çox teoloqlar 500 il, 400 il, 300 il bundan əvvəl yaşayıblar. Məsələn, Matthew Henry 1662-ci il, 1714-cü illərdə yaşayıb. Amma bugün mən onun fikirlərindən istifadə edirəm, kommentlərinə baxıram. Hətta Matthew Henry'nin kommentləri bir çox universitetdə dərslik kimi istifadə olunur. O insan yaşayıb təxminən 400-500 il əvvəl. Fikir verin, o öz dövründə gələcək üçün nələrsə edibdir. Məsihçilik bugünə necə gəlib çıxıb? Öz-özünəmi? Xeyr. İnsanlar əziyyət çəkiblər məsihçiliyi bizim günümüzə gətirmək üçün. Müjdəni yayıblar. Şagirdlik ediblər. Məbədlər qurublar. Kitablar yazıblar. İlahilər bəstələyiblər. Mən ilahi oxumağı sevirəm. Və oxuduğum ilahilərin çoxusu kimlərinsə bəstələdiyi ilahilərdir. Və mən çox heyran oluram və o insanlara ürəyimdə minnətdarlıq bildirirəm. Və yaxud bir neçə kitablar oxuyuram İsa Məsih barədə. Və o kitablardakı mövzulara, fikirlərə heyran oluram və o insanlara minnətdarlığımı bildirirəm. Budur gələcək üçün sərmayə. Budur qabda yağ götürmək. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, 1-ci əsrdəki imanlıların Bibliyası olmayıb. Müqəddəs kitabları olmayıb. Ancaq İsraildə var idi Əhd Ətiq. Və İncil də məktub formasında cəmiyyətlərə yazılırdı. Romada, İtaliyada, Asiyada olan imanlıların İncili yox idi. İsa Məsih haqqında dərin bilikləri yox idi. Amma onlar sənə mənə Məsihi ötürüblər. İmanlarını ötürüblər. Gələcək üçün nələrsə ediblər. Roma imperiyası dövründə imanlılar 300 il zülüm çəkiblər. Roma imperiyası dövründə məsihçilər 300 il zülüm çəkiblər, amma imandan dönməyiblər. Ötürüblər gələcək nəsillə İsa Məsihi. Kilsələr yaradıblar, şagirdlər böyüdüblər, insanlara müjdəni çatdırıblar. Bəs biz gələcək üçün nə edirik? Hansı planlarımız var? Hansı istəklərimiz var? Gələcək üçün yağımız varmı? Rəbb üçün, məsihçilik üçün nə edirik? Məsəldə İsa Məsih deyir ki, lakin bəy gecikdiyindən hamısını yuxu bastı və onlar yatdı. Amma gecə yarısı bir qışqırıq qopdu. Budur, bəy gəlir, onu qarşılamağa çıxın. Bir çox imanlılar, bir çox insanlar deyirlər ki, İsa Məsih elə deyir ki, tez gəlirəm, amma hələ də gəlmir və bu fikir onları ruhdan salır. Və hətta həvarilər sağ ikən, o dövrdə də imanlılar elə düşünürdülər ki, tezliklə Məsih gələcək. Amma 2000 il keçib, hələ də İsa Məsih gəlmir. Amma bu o demək deyil ki, o gecikir. Allah hər şeyi vaxtında və dəqiq edir. Allah sadəcə istəyir ki, daha çox insan xilas olsun. Və burada da deyir ki, bəy gecikdiyindən bir çoxlarını yuxu tutdu, onlar yatdılar. Və deyir, amma gecə yarısı bir qışqırıq, bir səsküy, bir hayküy çıxdı. Və o dövrdə bəy gələndə insanlar xüsusi qablar vasitəsilə səs salırdılar ki, hamı bilsin ki, bəy gəlir. Və hətta bizim ölkədə də bu adət var, bilmirəm, xarici ölkələrdə necədir.
Bəy gəlini gətirməyə gedəndə bütün maşınlar siqnal verirlər. when a man goes to get his buy, Və bütün o ərazidə yaşayan insanlar bilirlər ki, toy var. Bəy gəlir gəlini aparmağa. and a man comes to his wife. Əziz bacılarım, qardaşlarım, İsa'nın birinci gəlişi səssiz oldu, sakit oldu. Amma İsa Məsihin ikinci gəlişi çox səs-küylü olacaq. Bütün dünya bunu eşidəcək. Bütün dünya bunu görəcək. Bütün dünya başa düşəcək ki, bu gələn İsa Məsihdir. İmansızlar belə biləcəklər. Dərk edəcəklər, anlayacaqlar və dəhşətə düşəcəklər. They will understand and they will shock. Bilirsiniz, Vəh kitabı 6-cı fəsildə yazılıb ki, imansızlar belə deyəcəklər, dağlara və qayalara deyəcəklər, üstümüzə qopub düşün və bizi taxta oturanın önündən, quzunun qəzəbindən gizlədin. Çünki qəzəblərinin böyük günü gəlib çatdı və ona qarşı kim dura bilər? Budur, bəy gəlir, onu qarşılamağa çıxın deyə qışqırdılar bu məsələdə. Onu qarşılamağa hazırıq. I'm ready to meet him. İsa Məsihin ikinci gəlişinə sən hazırsan? Are you ready? O zaman o qızların hamısı durub öz çıraqlarını düzəltdilər. Their lives. Ağılsızlar ağıllılara dedi, yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür. Our lives are about to Ağıllılarsa cavab verib dedilər, life thing. belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız. Fikir verin, hər 5 qızın çırağı yanırdı. Hər şey yaxşı görsənirdi. Hər şey qaydasındaydı. Heç kimdən seçilmirdi. Kimin ağıllı, kimin ağılsız olmağı. Amma axır zamanda bəy gəlib çatanda problem ortaya çıxdı. Kimin ehtiyatlı, kimin ehtiyatsız olduğu ortaya çıxdı. Bilindi ki, kimin ehtiyatda yağı var, kimin ehtiyatda yağı yoxdur. Bugün də belə olacaq. Sonda İsa Məsih gələndə We will listen today. biz hər şeyi başa düşəcəyik ki, əslində kimdir imanlı? Əslində kim idir həqiqətən Allahla yaşayan? Kimin əlavə olaraq yağı var idi, yoxsa yox? Və hər şey sonda ortaya çıxacaq. Bugün bir çox şeylər bilinmir. Bugün bilmirsən kimdir imanlı, kimdir hiyləgər, kimdir yalandan özünü göstərən. Amma sonda hər şey ortaya çıxacaq. Obvious. Və bilirsiniz ən dəhşətlisi nədir? They know what is Bəy gəlir, amma sənin çırağın sönür. but you don't have oil to burn your life. İsa Məsih gəlir, Jesus Christ is coming, amma sənin çırağın sönür. not your life. Burning. Sənin imanın sönür. Your faith. Sənin bütün fikirlərin, niyyətlərin hamısı sönür. Çünki həqiqətən Məsihdə yaşamamısan. You didn't live in Bilirsiniz, bir dənə də teoloq var, Barclay. Onun da bir fikirlərini demək istəyirəm. Barclay. O bizə xəbərdarlıq edir ki, başqalarından borc alına bilməyən şeylər var. That there are some things you can't argue. İsa Məsih xəbərdarlıq edir bizə ki, başqalarından borc ala bilmədiyimiz şeylər var. Ağılsız qızlar yağa təcili ehtiyac duyduqda borc ala bilmirdilər. And they couldn't get it. İnsan Allahla əlaqəni borc ala bilməz. Man cannot borrow. Bu əlaqə onun özündə olmalıdır. And you have to get it. İnsan xarakteri borc ala bilməz. Bu onun özündə olmalıdır. Biz hər zaman başqalarının topladığı mənəvi kapitalla yaşaya bilmərik. Capital what other people acquire. Bəzi şeylər var ki, özümüz əldə etməliyik.
Çünki onları başqalarından borc ala bilmərik. Necə ki bu qızlar da öz yağlarını o birisi ağılsız qızlara borc olaraq vermədilər. Bir çoxları deyirlər ki, yağ müqəddəs ruhdur. Onlar iman etmişdilər, amma ruhdan doğulmamışdılar. They didn't born from the spirit. Amma mənim öz fikrimdir. Bu fikir mənim öz fikrimdir. Mən bu gün bu 5 ağılsız qıza bənzəyən insanlara məbəddə olan imansız kimi baxıram. I look at these believers who are in the church. Məbəddədirlər. They are in the church. Hətta xidmət də edirlər. Even they serve, İbadət edirlər. they pray, Amma imansızdılar. but they don't have Xidmət edə bilərsən. Bir müddət yana bilərsən. Amma bir gün, I've heard some people bir gün sönəcəksən. Əgər həqiqətən iman etməmisənsə. they will end Və bu dəhşət olacaq. Və sonra deyir ki, onlar yağı satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapılar bağlandı. that moment when I come and they just were there. They entered. Və bu dövrdə də elə olacaq. Bir gün İsa Məsih gələcək, ona iman edənləri götürəcək və qapı artıq bağlanacaq. Nəyə hazır olanlar? Rəbbin gəlişinə hazır olanları Rəbb götürəcək. Yaradılış kitabında Allah Nuha əmr etdiyi kimi bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə girdilər. Onların dalınca Rəbb gəminin qapısını bağladı. Into the ship, ark, and then God Rəbb gəminin qapısını bağladı, Nuh yox. Və bir gün xilasın qapısını da Rəbb bağlayacaq. closed the door of salvation. Və Yaradılış kitabında Lutun başına gələn hadisədə yazılıb ki, onda içəridəki mələklər əllərini uzadıb Lutu evin içinə, öz yanlarına saldılar və qapını bağladılar. And they closed the door. Rəbbin bağladığını heç kim aça bilmir. Əgər Rəbb qapını bağlasa, heç kim o qapını aça bilməz. Ona görə, For this reason, əziz bacılarım, qardaşlarım, nə qədər fürsət var, bu fürsətdən istifadə edək. Sonra bilirsiniz qapı bağlanandan sonra nə olacaq? O biri qızlar da sonradan gəlib, ağa, qapını bizə aç dedilər. Lord, open the door to us. O isə cavab verib dedi, sizə doğrusunu deyirəm, sizi tanımıram. I don't know you. Rəbb deyirsə ki, tanımıram, bu dəhşətlidir. I don't know you. Rəbb heç vaxt, The Lord never. Rəbb heç vaxt imanlıya deməz ki, səni tanımıram. I don't know the believer. Ona görə mən bu 5 qıza imansız deyirəm. For this reason, I tell these 5 girls that they were not believers. İsa Məsih Matta müjdəsində başqa bir misal çəkir. Deyir, o gün bir çoxları mənə deyəcək, ya Rəbb, sənin adınla peyğəmbərlik etmədikmi? Cinləri qovmadıqmı? Şəfa vermədikmi? Your name. Onda mən onlara belə deyəcəm, ey qanunsuzluq edənlər, mən sizi heç vaxt tanımamışam, məndən uzaq durun. Those who didn't follow my Fikir verin, bunu imansızlara deməyəcək. they will not tell Onu məbəddə olan imanlılara deyəcək, hansılar ki, vəz edirlər, peyğəmbərlik edirlər, şəfa verirlər, cinləri qovurlar. they do prophecies. İsa Məsih deyəcək, mən səni tanımıram. This Christ will say, I don't know. Ona görə gəlin həyatımızı yoxlayaq, gəlin həyatımıza baxaq. With my life. Biz həqiqətənmi iman etmişik İsa Məsihə, yoxsa özümüzü aldadırıq? Of the blind thoughts. Əgər bu gün ona iman etməmişiksə, bu gün İsa Məsihə iman et. Bu gün onu qəbul et. Let's accept him. Bu gün ona həyatını ver. Let's give our lives. Bu gün boş-boşuna gəlib getməklə özünü aldatma. Don't fool yourself. Sənin üçün deyirəm. Sənin xilasın üçün deyirəm. Bu gün şans var. That you have Bu gün qapı açıqdır. the
Sən o qapıdan keçə bilərsən. You can go through this door. Rəbbin mərhəməti davam edir. God's mercy Sən bu mərhəmətdən istifadə edə bilərsən. Gəl Rəbbin yanına. comes to O səni sevir. the last. O səni xilas etmək üçün gəlib. He will say, O sənə görə bu dünyaya gəlib. came to this door for you. Və ikinci dəfə yenə sənə görə bu dünyaya gələcək. Come again. Ona iman et bütün ürəyinlə. Believe Əgər iman etsən, xilas olacaqsan. Əgər iman etsən, əbədi olaraq İsa Məsihlə bir yerdə yaşayacaqsan. Qoy Rəbb bu işdə hər birinizə xeyir dua versin. that God Amin.